İndiki şagirdlərimiz qalib xalqın qalib evlatlarıdır. Qalib məktəbin qalib şagirdləri. Biz isə itirə-itirə gedən şagirdlər idi. Cənab Prezidentin axırıncı çıxışından sonra adam ilham alır ki, dedi mən babamın qəbrinin ziyarətində sözlər demişəm, onu deyəcəm. Bu əslində mənfur düşmana bir mesaj idi. Və belə igid əskərlərimizin ruhu hər zaman göylərdədir, biz bunu bilirik, bizlə bərabərdilər və onlar buna baxıb sevinirlər. Allah rəhmət eləsin. Allah sizə can sağlığı versin. Gül balaları var. Bu da bizi sevindirir ki, onun yadigarı belə bir gözəl təhsil ocağında sizə əmanətdir. Bu da sevindirici. Allah Kamran müəllimi bu kənddən əski eləməsin. Onun əməyi böyükdür. Kənd sənəsinə gətirib. Müəllim gözəl ziyalıdır. Çox şeylədir. Kamran müəllim, belə deyim ki, bilmirəm, bunu Kamran müəllim qəbul eləsə sevinərik. Təbii ki, mən dost bilirəm özümə Kamran müəllimi. Olmasaydı bu kadar gözləyə bilməzdik ki. Yani o kadar adama hoş gəlir ki, yani eşidəndə ki, Rəhim müəllim gələcək, dedim ki, onda mütləq görüşməliyik. Əslində ən böyük tədbirimiz o Heydər El mərkəzdə keçirdiyimiz tədbir idi. Mən özümə borc bildim ki, Rəhim müəllimi ki, oraya dəvət edeyim. O da çox sağ olun ki, orada gəldin, orada söhbət edilmiş oldu. Yani hər bir şeydə biz rahat şəkildə zəngləşib danışa bilirik, sözümüzü ürək sözlərimci deyə bilirik. Rəhim müəllimin sözünə qüvvət mənə, mən bir dənə daha doğrusu başlamışam. Eşbir xanım çox istəyib ki, mən yazım. Bir ildir yazım mənə deyir, mən hələ də o yazıları yaza bilmirəm. Çünki məndən asılı deyil. Qələmi götürəm yazmağa, qubar qoymur. Amma mən onun adını qoymuşam ki, demək, qürur bəxş edən kədər. Getmək qədər kədərdir o əslində, amma onu getməyə də qürurludur bizim üçün. Bizim şəhidlərimizin hər birinin bir qəhrəmanlıq hekayəsi var və hamısı qəhrəmandır. Çünki müqəddəs yol uğrunda gediblər.